Mən tarixdə oxudum, bir nəfər Nəcəfdə yaşayırdı. Çox da uzaq zaman yaşamayıb. Bir neçə illər bundan öncə yaşayırdı. Cavan idi. Bulaşmadığı günah qalmamışdı. Ləqəbi də Əbdün Fərrar idi. Qaçan insanda. Elə qaçırmış mı tutmasınlar və s. Əbdün Fərrar deyərmişlər buna. Fərrar yəni qaçan. Bir dəfə bir Arif var tarixdə, onun adı da var. O Arif çıxdı bunun qabağına. Dedi salam, dedi aleykumus salam. Dedi adın nədir sənin? Dedi Əbdün Fərrar. Biraz özü ilə dedi mənəm də filan kəs. Dedi əfərərtə minəllah və min rəsulik, bir cümlə. Allahdan qaçırsan, yoxsa Peyğəmbərindən? Dedi, başışmadım. Dedi, ləqəbin qaçmaq, qaçandır da, hə? Kimdən qaçırsan? Quran deyir, Allah, feynə təsəvvünlara geyirsən. Əffərərtə minəllahi və rəsulihi, Allahdan qaçırsan, Peyğəmbərindən qaçırsan, kimdən qaçırsan, söz mü tutdu? Halı dəyişdi. Gün ərzində hey elə bu sözü düşünməyə başladı. Hey dedi, Allah mənə bağışla. Hey tövbə eləyirdi. Bir neçə saat içində idi ki, elə təsadüfən də ölüm gəldi, yaxaladı. Hələ həmən gün dünyasını dəyişdi. Həmən gün dünyasını dəyişəndə bu Arifə xəbər çatdı. Arif o, Nəcəfdə nə qədər alimlər vardı, 1500-ə yaxın mən oxudum. Alimləri, böyük şəxsiyyətləri yığdı, gəlin bir dənə övliya dünyasını dəyişib. Deyir, hamımız yığışdıq, görürsən bu kimi deyir, gəldi, bir qapıya gördük, o filankəsin olduğu yerdir, o filankəs sən demə dünyasını dəyişib. Dedi, sən bunu deyirsən, dedi, bəli. Siz bilmirsiniz nə baş verdi. Bir neçə saata övliya oldu. Bir saat övliya oldu. Sonra cümlə tutur adamı. O biri deyirdi ki, mənim atamın bir sözü mənə tutdu bir ömür. Bir dənə sözü. Deyirlər, nə sözü idi o? Deyir ki, atam deyir, yaşdaşı vaxtlarında belə anamı yuxudan oyadardı sübh namazını. Özü də durardı, anamı da oyadardı. Sonra deyərdi, ay xanım, qalx sübh namazına. Xanım qalxardı. Ondan sonra deyərdi, xanım qalx. O qədər qəbirdə yatacaq ki, heç bir dəfə də çağıran olmayacaq bizi. Bir nəfər də bizi çağırmayacaq. Çox yatacaq qəbirdə. Xanım qalx. Bu şəxsi, bu söz o qədər qalmışdı qulağımda. O qədər qalmışdı qulağımda. Sübh namazına durmaq istəyəndə, hərdən tənbəllik eləyəndə atamın sözü yadıma düşürdü. Qəbirdə o qədər yatacaq ki, çağıran da olmayacaq bizi. Yəni, çağıran da olmayacaq, dəfn edəcəklər, çıxıb yiyəcək. Orada da sübh namazı da yoxdur. Bitdi. Nə qədər var buradadır. Qıla bilirsən, qıl. Hərdən bir cümlə tutur. Doğrudan tutur.